Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə Oreo'dan şokoladlı topların hazırlama qaydasını göstərirəm. Həm çox asan, həm də inanılmaz dadlıdır. Öncə Oreo'nu yaxşı üyüdürük. Üzərinə qatılaşmış süd və yumşaq kərə yağı əlavə eləyib, yumşaq bir kütlə əldə edirik. Hazır kütləni hissələrə bölüb, əlimizdə kündə forması veririk. Hər birini 26 qramlıq kiçik toplar halına gətiririk. Sonra bu topları əzizlərim 20 dəqiqə buzluqda saxlayırıq ki, biraz da bərksin. Bu arada şokoladı mikrodalğada və yaxud su buxarında əridirik. Bərkiyən topları götürüb, videoda görürsünüz, ərimiş şokolada batırırıq. Sonra üzərinə şokolad qırıntısı və yaxud Oreo qırıntısı səpirik. İnanın, görünüşü nə qədər iştah açandırsa, dadı da bir o qədər möhtəşəmdir. Göz haqqınızı halal edin. Hazırlayanlara nuş olsun.